İştirak payı metodu ilə uçota alınan investisiyalar üzrə açıqlamalar cədvəlinin tərtib olunması barədə video təlimat. İştirak payı metodu ilə uçota alınan investisiyalar üzrə açıqlamalar cədvəlində maliyyə vəziyyəti haqqında hesabatın iştirak payı metodu ilə uçota alınmış investisiyalar sətrində əks etdirilmiş investisiyaların hesabat ilinin əvvəlinə cəmi balans dəyərində hər bir müəssisənin payını və bu dəyərlərdə hesabat dövrü ərzində baş verən dəyişikliklər açıqlanır və hər bir müəssisə üzrə ayrılıqda hesabat dövrünün sonuna balans dəyərinin necə formalaşdığı izah olunur. İştirak payı metodu ilə uçota alınan investisiyalar üzrə açıqlamalar cədvəli 3 əsas blokdan ibarətdir. Birinci blok iştirak payı metodu ilə uçota alınan investisiyalar haqqında ümumi məlumatları, İkinci blok investisiya obyektlərinin cəmi aktivləri və cəmi öhdəlikləri barədə hesabat ilinin əvvəlinə və hesabat dövrünün sonuna olan məlumatları, həmçinin hesabat dövrü ərzində əldə edilmiş xalis mənfəət və ya zərər barədə məlumatları əks etdirir. Hesabat verən dövlət müəssisəsi üzrə iştirak payı metodu ilə uçota alınan iştirak payının hesabat ilinin əvvəlinə və sonuna balans dəyərləri və balans dəyərində hesabat dövrü ərzində baş verən dəyişiklikləri üçüncü blokda görmək mümkündür. Bu cədvəlin birinci blokunda iştirak payı metodu ilə uçota alınan investisiya yerləşdirilmiş müəssisənin adı və bu müəssisənin aslı müəssisə 28 nömrəli İA standartının tələblərinə əsasən və ya birgə müəssisə 11 nömrəli IFRS standartının tələblərinə əsasən olduğu, həmçinin təşkilati hüquqi forması, yerləşdiyi ölkə, müəssisənin nizamnamə kapitalında investisiya qoyuluşunun tarixi və faizlə ifadə olunan pay məlumatları əks etdirilir. Məsələn, dövlət müəssisəsinin öz ölkəmizdə XQSC adlı və YQSC adlı iki aslı müəssisəsi mövcuddur. Adı çəkilən müəssisələrə investisiyalar 28 nömrəli İA standartının tələblərinə cavab verdiyi üçün iştirak payı metodu ilə uçota alınmışdır. Bu məlumatları, yəni müəssisələrin adlarını, onların aslı müəssisə olduqlarını və təşkilati hüquqi formaları bu halda QSC müvafiq xanalara yerləşdiririk. Həmin müəssisələr müvafiq olaraq 1 iyul 2021-ci il və 1 mart 24-cü il tarixlərdə əldə edilmişdir. Tarixləri müvafiq xanalarda yerləşdiririk. Sonra isə dövlət müəssisəsinin həmin müəssisələrin kapital payını müvafiq xanalarda yerləşdiririk. Məsələn, X cəmiyyətində 30%, Y cəmiyyətində isə 40%. İştirak payı metodu ilə uçota alınan investisiyalar üzrə açıqlamalar cədvəlinin ikinci blokunda hesabat ilinin əvvəlinə və hesabat dövrünün sonuna aslı müəssisələrin cəmi aktivləri və zəmanətli kreditlər ayrıca göstərilməklə cəmi öhdəlikləri üzrə məlumatları, həmçinin hesabat dövrü üzrə müəssisənin xalis mənfəət zərəri əks etdirilir. Cədvəlin üçüncü blokunda dövlət müəssisəsi tərəfindən iştirak payı metodu ilə uçota alınan investisiyaların hər biri üzrə ayrılıqda hesabat ilinin əvvəlinə olan balans dəyəri qeyd olunur. Növbəti addımda investisiya obyektinin cari ilin xalis mənfəətində və ya zərərində dövlət müəssisəsinin payı, cari ildə alınmış, elan olunmuş dividend, habelə investisiya obyektinin digər məcmu gəlirində cari ildə baş vermiş dəyişikliklərdə investorun payını əks etdirən məbləğlər müvafiq sütunlarda qeyd olunur. Hesabat ilinin əvvəlinə olan balans dəyərinin artımına və ya azalmasına səbəb olan məlumatlar qeyd edildikdən sonra olduğu halda, yəni asılı və ya birgə müəssisənin razılaşmanın xaric olması baş verdiyi halda həmin tarixə formalaşmış balans dəyəri xarici olma səbəbindən asılı olaraq müvafiq olaraq satış və ya nəzarət payının əldə edilməsi sütunlarında mənfi ədədlə qeyd olunur. Asılı və ya birgə müəssisəsinin razılaşmanın xaric olması baş vermədiyi halda isə hesabat ilinin əvvəlinə olan balans dəyərinin artımına və ya azalmasına səbəb olan məlumatlar qeyd edildikdən sonra
həmin dövrün sonuna formalaşmış balans dəyərləri, hesabat dövrünün sonuna olan balans dəyəri sütununda iştirak payı metodu ilə uçota alınan investisiyaların hər biri üzrə ayrılıqda qeyd olunur. Düzgün tərtib olunmuş iştirak payı metodu ilə uçota alınan investisiyalar üzrə açıqlamalar cədvəlinin cəmi sətri ilə hesabat ilinin əvvəlində olan balans dəyəri və hesabat dövrünün sonuna olan balans dəyəri sütunlarının kəsişməsindən yaranan xanalarda əks etdirilən məbləğlər maliyyə vəziyyəti haqqında hesabatın iştirak payı metodu ilə uçota alınmış investisiyalar sətri ilə hesabat ilinin əvvəlində olan balans dəyəri və hesabat dövrünün sonuna olan balans dəyəri sütunlarının kəsişməsindən yaranan xanalarda əks etdirilmiş məbləğlərlə eyni olmalıdır. İştirak payı metodu ilə uçota alınan investisiyalar üzrə açıqlamalar cədvəli müvafiq maliyyə vəziyyəti haqqında hesabatla eyni zamanda, yəni hər il bitdikdən sonra müvafiq olaraq aprel ayının 20-sinədək, iyul ayının 20-sinədək, oktyabr ayının 20-sinədək və növbəti ili yanvar ayının 20-sinədək Maliyyə Nazirliyinə təqdim olunur.